Növbəti sual milli metodlardan olacaq. Yodla qarqara eləyirlər, sistem vururlar, bankalar vururlar. Bu barədə nə deyə bilərsən? Ancaq ağlaya bilərəm ki, biz bunları eləyirik. Əlbəttə ki, lazım deyil. Heç bir elm sübutları yoxdur. Bunların arxasında həm də ki, zədələyə bilərlər. Banka hematoma əmələ gətirir, lazım deyil. 1 saat sistemlə durmaqdan siz oturun, bir 5 dənə stəkan çay için. Üstündəki təbii ki, çay deyil də, orada vitaminlər falan var. Yox, vururlar ən çox nə? Vitamin C. Vitamin C göstərib elm sübutlarda ki, kəskin respirator infeksiyası olanda heç bir köməyi olmur onsuz. Vururlar adi natri xlor. Natri xlor duzlu sudur da. Duzlu su. Bir də ki, glukoza. Ən sevdiyimiz glukoza. Yəni çayın içinə mürəbbəni qoyun. Heç olmasa həzz alın. Yəni sistem belə budur. Onun başqa heç bir seyri yoxdur. Yox, çox adam deyəndə ki, sistem qoydum. Çox adam deyəndə Azərbaycanın əksəriyyəti sistem vurur. 250 ml natri xlor götürürlər, onun içinə qatırlar vitamin C, uzaq başlı ringer. Ringerdə heç baxmırlar da, yəni lazımdır, lazım deyil. Ringeri biz nə zaman veririk? Elektrolit çatışmazlığı var, onu da heç kim yoxlamır. Ringer vurur ki, hə, qaytarma oldu, ya da ki, nəsə başqa bir problem olsun, onu da qataq.